Nasbəri Dostəliyevadan Ramal İsrafilova sərt irad. Başdan ayağa istedaddır, amma tənbəldir. Xalq artisti Nasbəri Dostəliyeva gənc müğənni Ramal İsrafilov haqqında səsləndirdiyi sözlərlə gündəmə gəlib. O, rəngarəng verilişində həmkarının sənətdən uzaq qalması və passivliyi səbəbindən tənqid edib. Nasbəri Dostəliyeva Ramalı çox bəyəndiyini desə də, onun sənətə münasibətindən narazı qaldığını gizlətməyib. Ramalı öpürəm, canımdır, gözəl sənəti var. Ona sənətkar deyirəm, amma qəbul etmir. Bu da onun böyüklüyüdür. Ramal dəhşətdir. Başdan ayağa istedaddır, sadəcə tənbəllik edir, deyə xalq artisti vurğulayıb. Dostəliyeva Ramalın səsinin və ifa tərzinin yüksək səviyyədə olduğunu qeyd etsə də, onun bu qalibiyyətindən tam istifadə etmədiyini düşünür. Veriliş zamanı sənətkar onu sənətə daha aktiv yanaşmağa çağıraraq, belə bir istedadın itirilməsinin böyük itki olacağını bildirib. Qeyd edək ki, Ramal İsrafilov uzun müddətdir efirlərdə görünmür və yeni layihələrlə çıxış etmir. Bu da tamaşaçılar və sənət dostları tərəfindən narahatlıqla qarşılanır. Nasbəri Dostəliyevanın bu iradı sənət aləmində tənbəllik və passivliklə bağlı daha geniş müzakirələrə səbəb ola bilər.